Qoşulacaqlar. Axşamınız xeyir olsun, dəyərli Dərya Qrup izləyiciləri, hər birinizi salamlayıram. Bu günləri biz sizinlə kitabla böyüyən nəsil mövzusunda təlim təşkil etmişik. Qonağımız isə Azərbaycan xalq şairi, e, belə deyək, təqdimata ehtiyacı olmayan, mən deyərdim, çox görkəmli, nüfuzlu tanınmış şəxsiyyət olan Sabir müəllimdir. Millət vəkilimiz, keçmiş millət vəkilimiz, partiya sədri. Sabir müəllim, söz sizdədir. Ee, Bu günləri kitablar haqqında fikirlərinizi istərdik bizimlə bölüşəsiniz. İzləyicilərimizdən də xahiş edirik suallarınızı yazsınlar. Daha sonra isə sualları cavablandıra bilərlər. Buyurun Sabir müəllim, söz sizdədir. Təşəkkür edirəm dəvət elədiyinizə görə. Kitab hər bir yazıçının əlinə qələm alanın ən deyək ki, həssas mövzularından biridir. Çünki bütün taleyini kitaba bağlayıb, ömrünü kitaba bağlayır. Ömrü boyu yazır, kitab nəşr etdirir və təbii ki, o kitabların sonraki taleyi də onu ciddi şəkildə maraqlandırır, narahat edir. Özümüz də əslində yəni kitab bizim taleyimizdə həll edici rol oynayıb. Vaxt ikən indiki kimi deməli bu yeni texnologiya, yeni bu indiki ulaşım belə deyək ki, rabitə sistemlərinin heç biri yox idi və daha çox hər şey kitaba bağlı idi. Rayonlarda, ondan sonra kəndlərdə və kitabxanalar da indiki kimi deyildi. Kitabxanalara yeni çıxan kitabların hər biri demək olar ki, bütün hətta kənd kitabxanalarına da gedib çatırdı. Biz uşaqlığımızdan Azərbaycan ədəbiyyatını, dünya ədəbiyyatını o balaca kənd kitabxanalarından öyrənmişik, orada oxumuşuq. Orada axtardı istədiyimiz kitabların hamısı olmasa da, amma hər halda dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatı haqqında əsas önəmli fikir formalaşdıra bilən, ciddi fikir formalaşdıra bilən kitabların hamısı demək olar ki, orada vardı. İndi kitaba biraz təbii ki, maraq azalıb, biraz kitabların tirajı azalıb. Vaxt ikən kitablar 30 min, 40 min, 50 min, 100 min tirajından çıxırdı. Mənim bir kitabım deyək ki, 150 min Azərbaycan dilində, 50 min rus dilində, sonra yenə əlavə nəşr olunmuşdu. Yəni, belə tirajlardan çıxırdı kitablar. İndi 500, 600, 1000, 1500, 2000. Bu maraqlı bir prosesdir. Yəni, doğrudan mı kitab oxuyan bu qədər azalıb? Bunun müəyyən bir səbəblər var. Əvvəla kitabların hamısı təəssüf ki, əvvəlki kimi sifariş edilmir nəşriyyatlara. Sonra o kitablar nəşriyyatlardan alınmır və rayonlara getmir. Bir kollektor deyilən, kitab kollektor deyilən bir təşkilat vardı. İndi onun işi çox zəifləyib. Və kitabların nəşr olunduğu nəşriyyatlar da demək olar ki, əlaqələrini üzüblər rayon kitabxanaları ilə. Kitabxanaların sayı da azalıb. Deyə bilərlər ki, indi elektron kitablar var filan. Elektron kitablarda heç o da hələ ki, ərazimizin hər yerində internet o səviyyədə deyil və hər kəsin də elə bir imkanı yoxdur, elektron kitabları oxuya bilsinlər. Yəni, vəziyyət belədir. Kitabın taleyi bizim hamımızı narahat edir. Kitab dəbdən düşəcək mi? Yox, kitab həmişə olacaq və kitabın gözəlliyini heç nə əvəz edə bilməz. Kitab yeni, deməli, səsli kitablar, elektron kitablar yarandıqca, kağız kitablar sıradan çıxacaq mı? Yox. Kitablar əksinə, məsələn, bugün indi yeni kitablar, bu kağız kitabı var. Bundan əvvəlki əl yazmalar kitabları, əl yazmaları sıradan çıxdı mı? Yox, əksinə qiymətini biraz da artırdı. Hətta köhnə daş kitablar belə yaşayır, qalır və bəşəriyyətin o ilkin, mədəniyyətin ilkin qaynaqlarından biri kimi həmişə yaşayır və yaşayacaq. Ona görə də kitab o kağızın, mətbəənin qoxusunu əlində hiss edəndə insan əlbəttə tamam ayrı duyğular yaşayır. Ona görə kitab həmişə kimsə öyrəşir, bəlkə də biz indi onun xəstəsiyik, kitab xəstəsiyik də biz evimizdə kitabxanalarla, evimizdəki kitabxanalarla qürur duyuruq ki, mənim bu qədər kitabım var və mən
klassiklərin hamısı evimdədir, əlimin altındadır və uşaqlarına da öyrədirsən ki, bax bu kitablar var, çalışın oxuyun. Hərçənd ki, onları oxutdurmaq da biraz getdikcə çətinləşir və, və, və hər halda kitabı uşağa sevdirmək lazımdır. Kitab mən təsəvvür eləmirəm. Yəni dünyada hansı sərvət, hansı nemət, hansı var dövlət kitabı əvəz eləyə bilər. Bütün hamısı keçib gedir, amma kitab qalır. Kitab bəşəriyyətin qırılmaz körpüsüdür. Ən qədim zamanlardan bu günə qədər və bundan sonraki zamanlar içində bütün bilgilərin, bütün mənəvi zənginliklərin hamısının daşıyıcısı kitabdır. Yerdə qalanlar qısa ömürlüdür. Gəlir, baxırsan, bir deyək ki, bu bir lentə o da günün birində köhnəlir. Bu elektron kitablar və yaxud əlimizdəki telefonlar çox şey göstərir, amma o da bir düyməyə bənddir. O WhatsApp-ı yaradanlar, Face-i yaradanlar günün birində o deyək ki, o proqramı ləğv eləsələr, oradakı məlumatların hamısı itib gedəcək. Amma kitab bitmir. Kitab əbədidir və əbədi olaraq da yaşayacaq. Buna görə də mən nə bilim bir qələm adamı kimi kitaba, bütün həyatımızı kitaba borcluyuq. Biz uşaqlıqda, xüsusən bu rayonlarda, kəndlərdə doğulan uşaqlar əgər kitab olmazsa, məktəb olmazsa, belə deyək ki, o müəllimlər bizə kitabı sevdirməsəydilər, bugünkü həyatımız tamamilə başqa cür olardı, başqa yolla getmiş olardıq. O kitabın hesabı nədir ki, Bakıya gələndə artıq biz Bakını qiyabən tanıyırdıq. Bakıdakı bütün, bəlkə Bakıdakıların özündən daha çox tanıyırdıq Bakını. Çünki bütün ömrümüz o Bakı həyatı haqqında məlumatı və kitablarda məlumat almaqla keçmişdir. Yəni bu qədər. Mən nə deyim ki, ümumi danışmaq istəmirəm. Suallar olar, cavab verərəm. Kim həyatını kitaba bağlayıb, kim kitabın təbliği ilə məşğuldur, onlar dəyərli adamlardır. Biz hamımız ona borcluyuq. Xüsusən yazıçılar, şairlər onlara borcludular. Dərslik məsələsi ayrı bir problemdir. Məktəbdə ədəbiyyata, ondan sonra dilə ayrılan yer ayrı bir problemdir. Sonra yenə kitabın nəşri və yayılması yenə ayrı problemdir. Bunlar haqqında, hər biri haqqında çox geniş danışmaq olar. Amma məni ümumiyyətlə incidən odur ki, biz küll halında çox kitab oxuyan xalq deyə bilmərik özümüzə və bundan öyünə bilmərik. Çox oxuyan xalqlar var, amma biz çox oxuyan deyilik. Vaxtikən müəyyən ənənələr yaranmışdı və onun hesabına kitab daha çox oxunurdu. Kitab reklam edilirdi televiziyalarda, təzə çıxan kitabların müzakirələri keçirilirdi daha çox. Mənim yadımdadır, hətta kəndlərdə deyək ki, o qədər insanların əmək haqqı çox olmasa belə, bir ara 60-cı illərdə, 70-ci illərdə əmək haqqından 5-3 manat kəsib adamlara kəndə kitablar verirdilər. Və maraqlı indi çoxları bunu bəlkə eşitməyib. Əvvəllər ailələr buna narazılıq eləyirdi ki, mənim maaşımı kəsib, niyə mənə kitab verirsən? Kitab mənim nəyimə lazımdır. Bir ay, 2 ay, 3 ay sonra bu evlərdə kitablar oxunurdu. Oxuya bilməyən valideynlər də uşaqlarını oxutdururdular, qulaq asırdılar. 5-6 aydan sonra bir də gördüm, hamı kitab gəlməyəndə darıxır. Bizim kitablarımız nə vaxt gələcək? Kitablar artıq evlərə, hər bir evə yol açırdı. Amma indi təəssüf ki, Azərbaycanda yüzlərlə, bəlkə minlərlə ev tapmaq olar ki, orada uşaqların dərsliyindən başqa bir dənə bədii ədəbiyyat yoxdur. Bir dənə bədii, bir dənə öz yazısımızın kitabı, başqa xalqların yazıçılarının kitabı yoxdur. Hətta belə deyək, özünü ziyalı adlandıran məmurlar var ki, gözəl kitab dolabları var. Ondan sonra çoxlu kitablar yığırlar, gələn bağışlanan kitablar falan. Amma sonra baxırsan o kitabların birinin qatı açılmayıb kitabların. Yəni kitabların birini açıb oxumayıblar. Yəni oxuyan adamların sayı azdır, getdikcə azalır bizdə. Başqa televizor falan, əyləncələr falan kitabın
yerini daraldır. Amma bu təəssüf doğru, çünki onların heç biri kitabı əvəz eləməz. Yəni mən bir kitab adamı olduğuma görə nə qədər saatlarla danışmaq olar kitab haqqında və kitabı tərifləmək, təbliğ eləmək indi bu o qədər də belə deyək ki, çətin bir iş deyil. Bunu hər bir ziyalı, hər bir müəllim bacarar. Mən sadəcə çox istərdim ki, bizim millətimiz, xalqımız kitabdan ayrı düşməsin, kitaba yad kimi baxmasın. Bizim indi o Sovet dövründən qopmuşuq. Tamam ayrı bir dövrdür. Dünyada belədir. Dünyada yeni kitabı əvəz edən çox şeylər çıxır. Müvəqqəti əvəzləmə düşməsiz. Amma heç vaxt bu kitablar əldən düşmür. Məsələn, qonşumuz Rusiyada Rus klassiklarını demək olar ki, hər il çap edirlər. Ondan sonra başqa ölkələr elə Türkiyənin özündə də dünya ədəbiyyatı çox sürətlə tərcümə olunur və dəfələrlə nəşr olunur. Bizdə 100 ciltlik kitab buraxıldı, öz ədəbiyyatımız, ədəbiyyat klassikləri. Üstündən neçə il keçir, təkrar nəşr yoxdur ki, bir dəfə nəşr olunub məktəblər üçün. Amma başqa kitablar istənilən sayda çap olunmur və istənilən yerə, ölkənin bütün tərəflərinin hər yerinə çatdırıla bilmir. Bu da bir problemdir. Rayonlara gedirsən, bəzi rayonlarda bir də normal kitab mağazası qalmayıb. Bakının özündə belə, vaxtikən mən nazir işləyəndə, mətbuat naziri 120-yə yaxın kitab mağazası vardı və onların hamısını biz qorumuşduq. Sonra onların hamısı belə satıldı, getdi, özəlləşdi falan. Heç kitaba aidiyyəti olmayan başqa şirkətlərlə də, başqa gündəlik tələbat malları ilə zaten əvəz olundu. Amma kitab gündəlik tələbat malı deyil, kitab ömürlük tələbatdır və o kitab təəssüf etişimi çox az adam maraqlandırdı. Amma indi inanıram yeni məcbur olacaqlar, yenisini açacaqlar. Çünki kitabsız bir nəsil olmaz. Uşaqlar gələn, uşaq özü hər bir ailədə özünə kitab istəyir. Gəlir ki, ona kitab verəsən. Kitab verməsən o tamam öz kökündən, öz ədəbiyyatından, mənəviyyatından qopar. Bu barədə düşünmək lazımdır. Bu Tabii qədər. müəllim, daha çox Kimin sualı olsun? müəllim valideynin rolundan danışılır bu barədə. Yəni valideynlər nə Hə, etməlidir, müəllimlər nə etməlidir? Adətən bu daha çox narahat edir. Xüsusilə də müəllimlər, çünki kütləmiz də elə müəllimlərdən ibarətdir. Onlara nə kimi tövsiyələr verə bilərsiniz? müəllimlərə mi? Bəli, Yoxsa əsasən müəllimlərə. müəllimlər bilirsiniz, biz hər kəs öz təcrübəsindən çıxış edir də. Mənim içimdə kitab sevgisi ha vaxtdan necə yaranmışdı, məsələn, deyək ki, hələ biz əlifbanı belə bilməyəndə yuxarı sinifdə oxuyan uşaqlar yığışırlar, kitablar oxuyurdu və kitab mənim üçün bir seyirci qutu kimi idi, açırdılar, oxuyurdular. Qulaq asır, necə gözəl süjetlər, necə gözəl deməli obrazlar var idi, nağıllardan tutmuş, dastanlardan tutmuş romanlara qədər. Sonra orta məktəbdə oxuyanda mənim yadıma gəlir ki, yay tətilindən qayıdan müəllimlər, xüsusən bir müəllim, ədəbiyyat müəllimi, geri qayıdanda mənə kitab gətirirdi. Məsələn, yadıma gəlir Səməd Uğurun lirikası, Aşıq Ələsgərin şeir kitabı, yaşlı ciltli bir kitabıdır. Yəni, bunlar şagirdi kitaba bağlamaq üçün, ədəbiyyata bağlamaq üçün müəllimlər belə öz pulundan keçirdi biraz, amma hansı şagirdi ki, gözü tutub, o hiss edir ki, onda bir qabiliyyət var, istedad var, onu kitaba bağlamaq üçün bu adımları atırdılar. Və bir də ki, valideynlər evdə bizim, deməli, elə bir axşam olmazdı ki, mənim atam işdən yorğun gəlib, evdə biraz da belə dincəlmək istəyəndə uşaqlarını başına yığıb kitab oxutturmasın və bir yarış keçirirdi ki, görüm ki, hansınız daha yaxşı kitab oxuyursunuz. Və bir-birinin dalınca yadıma gəlir Cəfər Cabbarlının pyesləri, nə bilim, Dədə Qorqud da və bu cür Cəlil Məmmədquluzadənin hekayələri, hamısı bu cür kollektiv şəkildə ailə axşamlar bir kitab oxuma prosesi var idi.
Bəlkə kənddə indi o vaxt televizor yox idi, gec gəldi. Ona görə idi, nə idi? Amma valideyn uşaqlarını bu yolla kitaba bağlayırdı. İndi təəssüf ki, elə analar uşaqlarına nağıl danışmırlar, nağıl oxumurlar, nağıl həyatın maraqlı bir, yəni ədəbiyyatın maraqlı bir tərəfidir. Xalq ədəbiyyatı haqqında danışmırlar. Ondan sonra onlar dili yəni o kitabları oxuya-oxuya həm də dili sevdirirlər. Bu ənənələr qırılıb. Hətta Layla oxumur uşaqlara indi. Layla uşağına analar Layla deyərdi. İndi Layla da deyilmir. Yəni bilmirəm, həyat başqa bir səmtə gedir. Biz bəlkə biz biraz geri qalmışıq bu məsələdən deyə bilmərəm. Mən hesab edirəm ki, o ənənələr olmasa normal, gözəl nəslin yetişməyi çətin olar. Buyurun. Leyla xanımın sualı var, buyursun. Leyla xanım, əlinizi qaldırmışsınız. Sualınız budur. Salam, axşamınız xeyir, üzr istəyirəm. Salam, hər vaxtınız xeyir olsun. Buyurun. Salamlayıram hər birinizi. Xoş oldu mənə bu onlayn görüşdə iştirak eləmək. Şairimizi də salamlayıram. Müəllimlərdən söhbət düşdü. Mən də o fikri bildirmək istəyirəm ki, mən uşaq vaxtı, yəni orta məktəbdə oxuduğum vaxtı kifayət qədər deməyim, yəni nə qədər oxusam da yenə də azdır, mən bilirəm. Amma orta məktəb vaxtı bacardığım qədər bədii əsərlər oxuyurdum. İstər şeir, istər roman, povest, dram əsərləri, şifahi xalq ədəbiyyatı. Yəni çox mütaliə eləyirdim. Biraz da tələbə vaxtında, tələbəlik illərində oxumuşam. Amma müəllim işləyəndən, inanın mən hesablayıram, müəllim işləyəndən mən bir 10 kitab, 12 kitab oxumuşam ya oxumamışam. Yəni deyə bilmirəm ki, mən müəllim işləyəndən sonra bir 10 kitab oxumuşam. Hal-hazırda 2 bədii kitabım var evdə. Biri İsa Muğannanın ideal əsəridir. O çox qəliz əsərdir. Ona görə onu çətinliklə oxuyuram. Biri də Yusif Səmədoğlunun Qətl günü əsəridir. İnanın ki, müəllimləri o bilmirik müəllim işləyirik yoxsa katibə işləyirik. Müəllimlərin o KSG-lərdən, BSG-lərdən, necə deyim, monitorinqlərdən, özümüzün imtahanlarından, hər il MİQ imtahanına giririk, sonra sertifikasiya imtahanına hazırlaşanda biz konkret olaraq biz dərslikdə olan əsərləri oxumaq məcburiyyətindəyik. Yəni bizə nə düşürsə onu oxumalıyıq. Yəni biz oradan kənara çıxa bilmirik. Hər dəfə özümü danlayıram ki, bəs mən axı niyə əsər oxuya bilmirəm? Artıq get-gedə vərdişim də azalır, səbrim də qalmır oxumağa. Amma mən az oxuyuram. Yəni baş aça bilmirik. Yəni müəllimləri yəni necə deyim, bir tərəfdən qınamaq olmaz da. Çünki inanın ki, mən bir ədəbiyyat müəllimi kimi özümü yetərli hesab eləmirəm. Nə olsun ki, uşaq vaxtı çox oxumuşam. Amma hələ də yəni bilirəm ki, nə qədər oxusam da azdır da, dəryada bir damla qədərdir. Bunu demək istədim ki, kaş müəllimlərə bir necə deyim, asudə vaxtımız Sual vermədiniz, çıxış elədiniz siz. Yox, sadəcə onu demək, o fikrinə münasibətimi bildirdim. Hə, münasibətinizi bildirdim. Sabir müəllim, sizin deyəcəyiniz var bu barədə? Təşəkkür edirəm. İdeal romanını vaxtı itirən yazıçı nəşriyyatında mən baş redaktor işləyəndə ilk dəfə mən nəşr eləmişəm. Onu hətta qlavlit buraxmaq istəmirdi, senzor vardı o vaxt. Buraxmaq istəmirdi qapalı dünya hissəsinə görə. Onda mən dedim, bu müəllifin yəni İsa Muğanna böyük yazıçıdır və o qəhrəmanı nə istəyir, o cür düşünə bilər. Hətta fantastik düşüncələri də ola bilər. Nəysə, çox məsuliyyəti mənim boynuma qoydular və mən kitabı bir neçə dəfə nəşr elədim. İsa Muğanna ilə də münasibətlərimiz yaxşı idi. Salam. Və mənim nəvəm gəldi. Gözəl, çox kitabı oxuyan bir nəvəm var. Allah saxlasın. Sağ olun. Müəllimlərlə kitab haqqında danışırıq. Amma mənə elə gəlir ki, müəllim, düz deyirsiniz, proqramlar çox çətindir, mürəkkəbdir və lazımsız şeylərlə həm şagirdləri, həm müəllimləri yükləyiblər. Əvvəllər daha sadə idi, amma daha çox bilik verirdi. Mən belə kitablara baxıram, onun ağırlığına baxıram, bunu uşaqlar gəzdirməlidir. Nə qədər artıq şeylər var orada. Amma buna baxmayaraq, məncə müəllim vaxt tapıb oxumalıdır. Mənim həm öz yazılarım var, həm
oxu, həm gündəlik müxtəlif işlərim var. Amma mən elə gün ola bilməz ki, orada müəyyən miqdarda heç olmasa kitab oxumayım. Yəni bundan qaçmaq mümkün deyil. Müəllimlər gərək bu gün dünyada baş verən. Bax, indi mən sizə bir şey deyim. İndi ki, mən burada qonağam, o sözümü deyim. Yəni, 88-ci ildə mənim Ömür kitabı adlı bir kitabım çıxmışdı, Ömür kitabı. Bunu o vaxt ən çox tirajla çap olunan kitabıdır. Azərbaycanda indiyə qədər onun qədər böyük tirajla çap olmuş kitab yoxdur. Və o vaxt onu qızlara cehiz kimi verirdilər. Birinin 3 qızı var, 3 kitab alırdı. Çünki Azərbaycanı tanıdan kitabdır, tariximizi, ondan sonra bizə böhtan atanlara cavablar verilmişdi orada. Azərbaycanı belə gəzib, görüb, hər halda bir ömürdə mən gəzdiyim yerləri bir kitabda çatdırırdım oxuculara. Amma indi sanki orada baş verən, oradakıların hamısını göyə bilirlər, oxuyan yoxdur. Və heç təəssüf ki, dərsliklərə də hətta əlavə oxu materialı kimi salınmayıb. Yenə köhnə ədəbiyyat, yenə o müstəqillik dövründən də əvvəlki ədəbiyyatlar geniş yer tutur dərslikdə. Müstəqilliyə cəmaatı, yəni oxucunu mənən hazırlayan bu cür kitablar təəssüf ki, Azərbaycanı tanıdan, Azərbaycandakı bizim ətrafımızdakı o yalançı informasiya bloku var, onu yalanları dağıdan, Azərbaycanın həqiqətlərini göstərən kitablar təəssüf ki, yoxdur və müəllimlər də bir halda oxumurlar və təbii ki, şagirdlərə də çatdırmırlar, şagirdlərə də onu təbliğ eləmirlər ki, şagirdlər də oxusunlar. Bu tək mənlə bağlı olduğuna görə demirəm. Bizim işimiz bu dəqiqə şagird yetişir, sabah ki, vətəndaşdır, diplomatdır, gedir oturacaq, düşmənlərlə də üz-üzə oturacaq, mübahisələr olacaq, tariximizlə bağlı, keçmişimizlə bağlı, ondan sonra bu baş vermiş hadisələrlə bağlı. Gəlir onu bilsinlər və dərsliklərdəki, proqramlardakı kitabların çoxu, böyük əksəriyyəti bu missiyanı, bu vəzifəni daşıya bilirmi? Təəssüf ki, yox. Mən bunu belə deyərdim. Buyurun. Sabir müəllim, bir xanım yazıb ki, sizin Durnalar adlı şeirinizi axtarır. Bir də ki, 15 ciltlik seçilmiş toplunuzda həmin şeirə rast gələ bilmir. Yəni 15 ciltlik toplunuz şeir Mənim olub. bir dəqiqə üzr istəyirəm. Mənim Durnalar adlı şeirim yoxdur, təəssüf. Durnalar şey var, motivdə, amma şeirim yox. Qara Durna şeirim var, hə. Aman Durna. Yəqin ki, onu axtarırlar. Qara Durna kitabında var. Lazım olsa link mənə WhatsApp göndərər, mən o şeiri ona göndər. Yaxşı müəllim. Bir də, hə. Gelir səhər o. İstanbul'a, oradan da bir yana. Cəmil, o şeylərə görə darıxmır. Biz buradayıq, narahat olun. Hə. Buyurun, davam edək. Axşamınız xeyir olsun Sabir müəllim. Axşamınız xeyir. Mən dədə-baba qaydalarına əməl etmişəm, uşaqlara lay-lay, yəni özümü sevərək. Amma çox istərdim ki, bu texnologiya inkişaf etdikcə dədə-baba əvvəlki adət-ənənələrimiz də bunlarla birlikdə inkişaf etdirilərdi. Nəsə icazə verilməzdi ki, yaddan çıxsın. Amma müəllimlərin... Bəli, mütləq. Üzr istəyirəm, sözü kəsirəm. Buyurun. Dünyanın ən müvafiqət xalqlarından biri Yaponlardır. Köhnə adətlərini, ənənələrini qoruyurlar. Çinlilərdir, qoruyurlar. Bunlar geri qalıblar. Yəni, dünyanın ən inkişaf eləmiş texnologiyası oradadır, inkişaf eləmiş ölkələrdir. Ona görə biz qəribəyik. Bugün, məsələn, bir təzə paltar gördük, dünənkini çıxarıb atırıq, təzə nə varsa ondan yapışırıq. Yapışan kimi də köhnəni unuduruq. Bu bizim xasiyyətimizdir. Bundan mən təəssüflənirəm. Buyurun, sualınızı belə sözünüz deyin, bağışlayın. Müəllimlərin kitab oxumağı bilmirəm, indi bəlkə də düşünürlər ki, o şəxsi istəyə baxır da, indi bəlkə düşünürlər ki, biz oxumuşuq, bitirmişik, artıq dərs keçimdə özləri şəxsi maraqlarına baxır. Amma uşaqları kitaba bağlamaqdan yana deyirlər müəllimlər. Mən şahid olduqlarımdan yəni bu qərara gəlmişəm. Keş müəllimlər uşaqları kitaba bağlamaq üçün, sevdirmək üçün bu özəl günlərdə bir təşkil olunan tədbirlər yaxud uşaqlara verilən nağıllar, şeirlər, uşaqlar kitablar. Mən özüm oxuyuram oğluma. Kitabları çoxdur, 10 yaşı var. Kitabları çoxdur, oxuyur. Mən ona o qədər nağıl oxumuşam ki, o artıq hər gecə mənə nağıl oxuyur. Yəni o mənə qaytarır, vərdiş edir.
Amma məktəbdə də bunları istəyərdim ki, müəllimlər uşaqları kitablara bağlamaqdan yana olsunlar. Müəllimlik bir qəribə sənətdir də. Müəllimlik ancaq deməli dövlət işinə getdim, hə 3 saat vaxtımı keçirtdim, evə qayıtdım, ayın axırında maaşımı alacağam. Bu deyil. Müəllimlik fədakarlıqdır. Yəni sən bir işıqsan və işığını o doğulduğun yerin, sənin ətrafında olan, sənin məktəbində olan uşaqlara paylamalısan. Sən onların hərəsinin ürəyində bir çıraq yandırmalısan. Bax mən deyirəm, əgər mənim kəndə o Uzqar Dağ kəndinə bir ədəbiyyat müəllimim gəlməsəydi, mənə ədəbiyyatı sevdirməsəydi, kitabı sevdirməsəydi, sonraki taleyim necə olacaqdı mən bilmirəm. Hər halda mən sonra düşündüm, baxdım ki, mən əslində o müəllimə borcluyam. Müəllim bilmirəm də müəllimin rolunu insan həyatında hələ kimsə tam başa düşmür. Deyirlər ki, güya müəllim məktəbdən çox ailə, valideynlər bu işdə rol oynayırlar. Amma valideyn axı səhər uşaq gedir, günün çox hissəsi məktəbdə keçir. Bəli, mütləq. Bəli. Başqa təcrübə də var. Məsələn, bəzi Avropa ölkələrində bu boydakı uşaqlarımız bir dənə az qala bir fayton ki, o boyda çantanın dalını alıb hər gün məktəbə daşımır. Bəzi ölkələrdə günortaya kimi dərs keçirlər, sonra 1 saat, 2 saat dincəlir. O biri günün dərsini məktəbdə öyrədirlər. Kitablar məktəbdə qalır, uşaq evə gəlir ancaq atası ilə, anası ilə vaxt keçirməyə, biraz dincəlməyə falana. Bu cürdür. Yəni məktəb həll edicidir. Məktəb o vəzifəni boynuna götürübsə, deməli uşaqların tərbiyəsindən tutmuş oxumağa həvəsini də, öz millətinə məhəbbətini də, dilinə məhəbbəti də o məktəb öyrətməlidir və müəllim öyrətməlidir. Müəllimlər yaxşısı da var, təəssüf ki, bunu başa düşəni də var, başa düşməyən də var. Nə eləyək ki, indi hələ ki, müəllimlərin səviyyəsi hamısının səviyyəsi eyni deyil. Əsasən də ibtidai sinif müəllimlərin həqiqətən uşaqların həyatında rolu çox böyükdür. Mənim bir neçə müəllimim var ki, mən onları həmişə demişəm, deyəcəm də, onların mən heç vaxt zəhmətin unutmaram. Yəni ibtidai 7-8 yaşında uşaq olmuşam, amma müəllimimin o qədər sevgisi, zəhməti mənim bu gün də yadımdadır. Bu gün də mən ona minnətdaram. Bu gün də mən ona o hansı günkü kimi məktəbdə işləyirsiniz? mən işləmirəm hal-hazırda, oxuyuram. Mən Masallıda olmuşam şagird. Bəli, Masallıda olmuşam şagird. Hə. Masallının Masalda təhsil səviyyəsi həmişə yaxşı olub. Masallı indi bizə qonşudur, mən oradan keçib getmişəm. Orada təhsilin səviyyəsi həmişə yaxşı olub. İndi orada yaşayırsınız? Xeyr, indi şəhərdə yaşayıram, Bakıda. Hə. Mən öz şagirdliyimi deyirəm ki, bəli, müəllimlərimin çox zəhmətləri, dərs keçməyi, yəni əbədidir də müəllimin uşağa öyrətdiyi savad, təlim, tərbiyə o uşaqda əbədi gedir. Ona görə gərək o ocağı əvvəldən elə yandır, yandırsınlar ki, ömrün axırına kimi o sönməsin. O cəhətdən siz doğru deyirsiniz. Mən də təşəkkür edirəm. Buyurun, sağ olun. Sağ olun. Aliyə xanımın sualı var, buyursun. Salam, axşamınız xeyir. Həsən bəy, mən hamını salamlayıram. Belə bir görüş üçün çox təşəkkür edirəm. Həyəcanlıyam, Sabir bəy, çox sevilən. Yəni dövrünün, indiki zamanın çox sevilən ziyalısı və şairidir. Onunla belə görüş təşkil eləməyimiz, onunla söhbət eləməyimiz böyük şərəfdir bizim üçün. Mən, yəni ki... Çox sağ olun. Lap, necə deyim, təcrübəli müəllim olaraq deyirəm, özüm riyaziyyat informatika müəlliməsiyəm. Mən lap əvvəllər uşaqlara dəftərlərin arxasında bir neçə kitab tövsiyə edirdim ki, bunları mütləq həyatınızda oxuyun. Qabusnamə idi, Kəllə və Dimnə idi, sonra lap tutunamə idi, sonra nə bilim, hakimlər və hökümlər. Çünki burada məişət mövzuları var idi və uşaqlar da onu böyük məmnuniyyətlə oxuyurlar. Bilirsiniz ki, bu sosial şəbəkələr irəli gəldikcə, yəni uşaqlarda bu həvəs artıq geriləməyə başlayır. Çünki dövrün tələbləri də dəyişir. Amma buna baxmayaraq, çox sevdiyim sualdır ki, sənin axırıncı oxuduğun kitab hansıdır? Yəni, bu mənim üçün də çox sevimli sualdır. Çünki özüm də sevirəm. Yəni, mənə istəyirəm ki, o sualı mənə də versinlər. Mən deyim böyük məmnuniyyətlə ki, hansı kitabdır.
Doğrudan da özümün axırıncı oxuduğum elə Tolstoyun ki, İnsan nə ilə yaşar kitabıdır. Doğrudan da çox maraqlı idi. Yəni insan nə ilə yaşayır? Amma uşaqlara məsələn görürsən ki, şagirddirlər. Düzdür, bizdə yaxşı uşaqlar oxuyur, amma yenə də ona baxmayaraq dəcəlliyə meyilli olurlar və uşaqlara məsələn axırıncı mən tövsiyə elədiyim kitab Milçəklər Tanrısı kitabıdır. Çünki orada yazarın məqsədi o körpə uşaqlarda, yəni içindəkilər o ziddiyyət nədən irəli gəldiyini, yəni Nobel alıb kitab. Müəllif indi də yadımdan çıxdı həyəcanla. Sabir müəllimin dediyi çox düzdür ki, müəllimlərin rolu çox böyükdür. Çünki uşaqlar müəllimlərini daha çox eşidirlər. Əsasən də sevdiyi fənni, sevdiyi müəllimləri daha çox eşidirlər və həmişə də yadlarında qalır. Amma bir ana olaraq, yəni biraz yəni başqa yerdə də, yəni vətəndən kənarda yaşadığıma görə uşaqlara həmin dili öyrətmək məqsədi ilə mən səsli kitablar, hələ o dövrdə kaset formasında alırdım, onlar o dili öyrəndilər. Yəni onun da təsiri var. Məsələn, mən indi valideynlərə məsləhət görərdim ki, o metoddan istifadə eləsinlər. Əgər telefon varsa əllərində, heç olmasa kitablara, nağıllara qulaq assınlar. Əsas da milli. Məsələn, bu yaşımda olmayaraq, məsələn, yayda kitab rəfini yığışdıranda Qorxulu Nağıllar kitabını təzədən oxudum. O qədər mənə təsir elədi. Yəni, baxmayaraq ki, uşaq kitabıdır, amma yenə də insana təsir edir. Bir də necə eləyə bilərik? Məsələn, sizin hansı təklifiniz olar indiki zamanda uşaqları kitablara alışdırmaq? Buyurun Hansı təklif? Sabir müəllim. Təşəkkür edirəm. Buyurun. Təşəkkür edirəm. Azərbaycandan kənarda yaşayanların çətinliyi daha çoxdur. Uşaqlara dil öyrətmək, vətəndən qopmasınlar. Mən bir Kanadaya bir dəfə qonaq çağırmışdılar. Bir evdə 20 gün qonaq qaldım. Əsilləri Güney Azərbaycandan, Təbrizdən olan bir ailə var idi. 3 uşaq vardı, 3 qız uşağı vardı ailədə. Nənələri, onlar ingiliscə oxuyurdular və ingiliscə danışırdılar bəzən. Nənələri aramsız, elə onlar danışan kimi türkçü danış, türkçü danış, türkçü danış. Bu uşaqları qoymurdu evdə ingiliscə danışsın və onlar da hamısı da oradan da təmiz Azərbaycan dilini öyrəşmişdilər, danışırdılar. Kitab, bilirsiniz, əvvəla elə kitab vermək lazımdır ki, uşağa balacalıqdan o kitab onda kitaba sevgini öldürməsin, yaratsın, dilinin gözəlliyinə görə, ondan sonra mövzunun marağına görə. Burada əlbəttə deyək ki, folklor, xalq ədəbiyyatı, dastanlar, Dədə Qorqud, Koroğlu falan ciddi rol oynayır, nağıllar ciddi rol oynayır. Sonraki dövrdə də belə ədəbiyyat vermək lazımdır ki, o ədəbiyyat bugünkü həyatla çox ciddi rol oynayıb. İndi bizim hamımız dünya ədəbiyyatından yadımızdadır da, Don Quixote da yadımızdadır, Gulliver'in Səyahəti, nə bilim, Qarqantua və Pantagruel falan bizim öz ədəbiyyatımızdan, Müzəffər Axundzadənin pyesləri, bunlar hamısı Cabbarlının pyesləri, hamısı hər yaşın özünə görə belə uyğun gələn kitablar var. Amma şübhəsiz ilk növbədə uşağa öz millətinin taleyini, tarixini anladan kitablar ciddi təsir edir. Məsələn, mənim yadıma gəlir, uşaq vaxtı biz Mirzə İbrahimovun Gələcək gününü oxumuşduq və Gələcək gün mənə Güney Azərbaycanı tanıtmışdı. Ömrüylə o yola bağlandım ki, bu Azərbaycan parçalanıb, paralanmış, paramparça olmuş bir xalqdır. Bunun gələcəyi necə olacaq? Yəni, bu kitab seçimi ciddi seçimdir. Hər yaşa görə onu belə çətindir, onu məsləhət görmək. Uşaqların psixologiyasına, ailənin əlində nə kitab var, hansı kitabları tapa bilir, ona uyğun olmalıdır şübhəsiz. Mən sizdən tam razıyam. Çünki dediniz, yadıma düşdü, bir çox yaxşı çalışqan bir qız tanıyırdım, gənc qız. Müəllifi deməyəcəm, yəni həmin kitabları oxudu, onun düşüncələri tamam dəyişdi. Yəni o beynəlmiləl oldu. Məsələn, mən ona dedim, soruşurdum ki, milli olmayan beynəlmiləl olmaz. Yəni o uşaq o kitabların sayəsində millilikdən çıxdı. Yəni belə kitablar da var.
Yox, əlbəttə insan kökü deyirlər, beynəlmiləl nədir? Dünyada deyirlər İnternasional da yəni. beynəlmiləl dəyərlər, nə bilim, dünya dəyərlər. Dünya dəyərlər deyilən bir şey yoxdur. Dünyada hər millətin öz dəyəri var. Bunların toplusu olur dünya dəyərləri. Ona görə insan özündən qopub havada qalarsan. Başqasına yamaq olmaq mümkün deyil. Bəli. Doğrudur. Rəqsanə xanımın sualı var, buyursun. Kimdir? Rəqsanə Yunusova xanım əl qaldırıb. Sualınız varsa buyurun. Axşamınız xeyir. Hər kəs salamlayıram. Salam axşamınız. Sabir müəllim, sizi görməyim çox şad olduq. Bizim sevimli Çox sağ ol. şairimiz, hər kəsin hörmətlə yanaşdığı ziyalımız. Sabir müəllim, siz çox gözəl mövzulara toxundunuz. Mən bir şeyə toxunmaq istəyirəm. Mən hal-hazırda bağça müəlliməsiyəm. Və mən hər il 14 fevral deyilən bir tarix var. Biz bunu kitab hədiyyə etmə günü kimi qeyd edirik bağçamızda və mən hər il uşaqlara, öz məktəbə qədər qruplara kiçik hədiyyə olaraq nağıl kitabları alıb hədiyyə eləyirəm. Hecalı nağıl kitabları və təəssüflər olsun ki, bu nağıl kitablarının arasında bizim özümüzün Azərbaycanın çox gözəl nağılları var. Yəni köhnə nağıllarımız var. Heç biri demək olar ki, yoxdur. Heç biri. Müasir dövrdə yazılan çox qəribə nağıllar verirlər. Buna mən istəyərdim, münasibət bildirərdiniz ki, nə üçün bizim özümüzün yəni çox gözəl folklorumuz var. Onlardan incilər niyə yoxdur hal-hazırda çaplarda? Bu maraqlı sualdır. Çünki indi kitablar təəssüf ki, ancaq şəxsi hər kəs öz kitabını çap elətdirir. Dövlət proqramı gərək olsun. Dövlət proqramı var idi. O orta məktəblər üçün biz Azərbaycan prezidentinin sərəncamı ilə bütün klassik ədəbiyyatımız bir dəfə latın qrafikası ilə çap olundu, latın qrafikasına keçiddən sonra. Amma bu təkrar olmalıdır və şübhəsiz orada folklorun məktəblər üçün, uşaq bağçaları üçün nağıl kitablarının, şəkilli kitabların buraxılması ayrıca bir işdir və bu proqramlaşdırmalıdır. Mən bu barədə sizin dediyinizi hökmən qeyd edirəm və əlim çatan yerlərdə bu barədə danışacağam ki, elə kitablar nəşr olunsun. Yəni bizim uşaq ancaq başqa müəlliflərin, yəni xarici kənar müəlliflərin ümidinə qalmasın da. Ona görə o çox maraqlı bir məsələdir. Mən onunla bağlı Təhsil Nazirliyi ilə və nəşriyyatlarla əlim çatan yerlərdən danışacağam. Çox gözəl, məsəl üçün bizim özümüzün bayatılarımız var. Siz laylalar dediniz. Bugün məsəl üçün biz layla uşaqlar üçün öyrətmək istəsək də belə, yəni yoxdur belə bir vəsaitlər. Laylalarımız, oxşamalarımız heç biri yəni çap olunmur yeni stildə. Hamısı köhnə əlifbalarda. Məsəl üçün mənim özümün şagirdlik devrimdən qalanlar var ki, Kiril əlifbası ilə. Yəni belə şeylər çox azdır, tapılmır. Özümüzün olsa, uşaqlar üçün çap olunsa, yəni bu bayatıları uşaqlarımız özləri lap ibtidai sinif olsun, özləri üçün alıb həvəslənib oxusalar, yəni kitaba həvəs elə körpəlikdən yaransa, böyüdükcə də o həvəs daha çox artar. Bilirsiniz, mən indi dünya ədəbiyyatının həm Azərbaycanca, həm Rusca nəşr olunan kitablar, həm Türkiyədə çap olunan kitablar əlimə keçirsə oxuyuram bu yaşımda. Böyük kitabxanam var. Deyirəm ki, bu kitabxana çaş cavanlıqda əlimdə olaydı. Hamısını indi vaxt çatdırmaq olmur. Gərək özün də yazasan, başqa işlər də var. Buna baxmayaraq, məsələn, mən folkloru bu yaşımda çox maraqla oxuyuram. Mən indi əlimin altında var, bax burada deyək ki, Güney Azərbaycan folklor örnəkləri, Cənubi Azərbaycan folklor örnəkləri. Burada məsələn, burada təsadüfən gördüm stolun üstündədir. Niyə görəsə bunları seçib bura qoymuşam. Bəzi gözəl nağıllar var, xoşum gəlir. Bəlkə o nağılları uşaqlar üçün işləmək olar. Məsələn, 7-ci, 8-ci cild var, 4-cü, 13-cü cild, 20 cildə yaxın təhcə Güney Azərbaycan folklor üstündə çap olunur. Bu başqa bölgələrin də folkloru çap olunur Güney üstündə. Amma bunlar akademik nəşrdir, çap olunur. Bu nə ailələrə gedir, nə uşaqlara çatır.
Və bunların hamısı da elə o şəkildə uşağa çatdırmaq olmur. Bunların içindən elə gözəl örnəklər seçmək olar. Biraz da uşaqlar üçün işləmək olar, rəssamlar istəyərlər. Və çox maraqlı şeylərdir. Mən hətta bir-ikisinə baxdım, dedim bəlkə bunları mən uşaq şeyləri ilə bir-iki uşaq nağılı var amma heç çap elətdirməmişəm. Amma fikirləşdim bəlkə də uşaqlar üçün bir şey eləmək olar. İndi onun fikirləşirəm, vaxt çatdırmaq olmur. Zaman vaxt getdikcə iş artır, tərs münasibdir. Heç nəyi axıra kimi çatdırmaq çox çətin. Mən 15 cilt seçilmiş əsərlərimi çap elətdirdim. Bir 5-6 cildləri orada düşmədi. Qaldı kənarda. Nə qədər də yarımçıq işlərim var. Deyirəm, ömrün limiti azalır, gərək bunları buraxım. Amma görürəm nə qədər uşaqlar üçün də iş görmək olardı əslində. Buyurun. İnşallah, inşallah hər biri işığınızı görər, işləriniz inşallah uğurla bitirərsiniz. Sizə inanırıq. Çox sağ olun, təşəkkür. Hansı bağçada işləyirsiniz? Bizdə Möcüzələr Kids. Özəl bağçadır. Başda. Lap yaxşı, buyurun. Uğurlar olsun sizə. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Başqa sualı olan var? Sabir müəllim, əzbər bildiyiniz şeirlərdən hər hansısa birini deyə bilərsiniz. Elə tamaşaçılarımıza həsr eləyərdik, sonra isə yekunlaşdırardıq yavaş-yavaş. Tapsam o Durna şeirin soruşdular məndən, görüm. Onu oxuyardım. Çünki əzbər yadımda deyil, təəssüf ki. Əzbər yadımda deyil. Bir yarım dəqiqə gözləsəniz tapıb onu oxuyaram. Buyurun. Evet. Neyse, görünüp o. Başqa şeir də olar, fərqi yoxdur. Başka bir şiir okuyayım. Buyurun. Bu baxıram ki, bu görüşümüze gelenlerin əksəriyyəti xanımlardır, müəllimələrimizdir, bağça müəllimələrdir. Ona görə qabağıma əzəl kitabı açdım, bu şey çıxdı. Dünyanı başa-baş gəzib dolandım. Birinə inandım, birinə yandım. Biri ürəyimdə ocaqlar çatdı, birisi gözəldi, birisi gözlədi, birisi atdı. Sonra bir həsrəti duydum dərindən, gördüm yad torpağın odu soyuqdur. Gördüm ki, dünyanın heç bir yerində bizim gözəllərdən gözəli yoxdur. İşıq desən işıq, yar istəsən yar, gönlündən keçəni uzaqdan duyar, söz demək istəməz, baxışı sözdür, sevincini bölər, gizləyər qəmi, könül verdiyinə arxadır, dağdır, nə sevgili kimi, nə sirdaş kimi bizim gözəllərdən gözəli yoxdur. Mayası atəşdən, şəkəri yerdən, dözümü vaxt görüb qaya əridən, 10 il bir sözümə ilişib qalan, ocaqlar başında gür ocaq olan, analıq sultanı, qadınlıq tacı, onda günah gəzmək özü günahdır. Get axtar, cənnətin qapısı açıq, bizim gözəllərdən gözəli yoxdur.
Mənim oxunmayan ürək xatirəm, aça bilmədiyim neçənci qitəm, duyğu möcüzəsi, vəfa heykəli, sözü min illərin ruhundan gəlir, biraz cəhköyün, biraz naz sevən, görüşdə çiçəkdir, döyüşdə oxdur, məhəbbəti qanat, nifrəti kəfən, bizim gözəllərdən gözəli yoxdur. Həyat tərifi ki bitirmək olmaz. Onlara yaraşan şirin söz çoxdur. Çaşıb əyri baxsan üzünə biraz, bizim gözəllərdən qəddarı yoxdur. Mən bizim tanımları həmişə belə görmüşəm, dünyanın ən etibarlı, ən saf, ən Allah eləsin, davam eləsin. Təəssüf ki, həyat hər şey biraz dəyişir. Müəllimlərimizə, müəllimələrimizə can sağlığı arzulayıram. Təəssüf ki, indi kişi müəllimlərin sayı məktəblərdə azalır. Deməli, qadınların çiyninə daha ağır bir yük düşür. Onlar məktəbdəki o cavanlarımızın o ürəyindəki o kişilik ruhunu da həm də qoruyub saxlamalıdırlar. Var olun. Təşəkkür edirik Sabir müəllimə, minnətdarıq gözəl çıxışın üçün, şeirin üçün. Müəllim, bir dənə də xahiş var. Bir müəllim çox israr elədi ki, bir dənə də şeir deyəsiz. Ondan sonra yekunlaşdıraq. Yəni fərqi yoxdur, bir kuplet də olsa olar. Bir kuplet. Baxım. Axşamınız xeyir Sabir müəllim. Sizin bir şeiriniz vardı, Gülümsəyin. O Nə? şeiri. Hər izlə Gülümsəyin birlikdə şeiri. yansa, səhər-səhər yolunuza ilk çıxana, əlinizi ilk sıxana gülümsəyin. Belə bir şeir vardı, səhv etmirəmsə. Hə, o şeydədir. Face'də var o usta. Zatda var. Nədir? İnternetdə girsəniz onu taparsınız. Qoy bir baxım görüm. Onu o köhnə şeylərdədir, köhnə kitablardadır, köhnə cildlərdədir. İkinci ya üçüncü cildlədir. Çox vacibsə onu tapa bilərəm. Amma görüm bu. Ölümdən o yana. Bu yaz sevdasında payız aranmaz. Göylərdə bir lələk duman ki yoxdur. Yağışla göz yaşı qarışıq düşər. Ayrılıq salanda iman ki yoxdur. Sən payız desən də könlüm yaz dedi. Bu cənnət bağçası soluqmaz dedi. Bütün ayrılıqlar kamikazedir. Geri dönməsinə güman ki yoxdur. Zirvələr gözümdə alçalar sonra, mənsizlik qəlbini parçalar sonra, zərif barmaqların nə çalar sonra, ruhumdan savayı kaman ki yoxdur. Biz birik, arzumuz, sözümüz də bir. Dünyada qalacaq izimiz də bir. Hər şamın qurbanı bir pərvanədir. Qismətdən qaçana aman ki yoxdur. Sözüm əbədidir, ömrümüz bir an. Onu da mən sənə vermişəm tamam. Kim deyir, sevgini soyudur zaman. Ölümdən o yana zaman ki yoxdur. Bu belə sevgi şeirlərindən biriydi. Möhtəşəm şeir idi. Onlar təşəkkür edeyim Sabir müəllimə. Buyurun. Çox sağ ol. Sənsiz qəmə idim. Bəli. Salamlayıram Sabir müəllim sizi. Biz sizin şeirlərinizi sevirik, özünüzü sevirik, xalqa, Çox sağ insanlara olun. olan dəyərinizi sevirik. Çox şadıq ki, bugün sizinlə bir əlimi, bir gözəl günü bölüşürük. Təşəkkür edirik və bu gözəl şeirlərinizi bizə oxuduğunuz üçün təşəkkür edirəm bir daha. Bir müəllim olaraq, bir müəllimlərin adından sizə təşəkkürümü bildirirəm.
Çox Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Bütün yəni bilirsiniz bir şey də deyim ki, məktəblərdə görüşlərin sayını artırmaq lazımdır. Mənlə demirəm, mənim heç vaxtda çatdırmaq olmur. İndi əvvəllər ümumiyyətlə yox idi. Universitetlər qapısı bağlanmışdı yazıçıların üzünə. Məktəblərə də getmək olmurdu. İndi bəzən çağırırdılar, sonra deyirlər, ay icazə olmadı, nə bilə. İndi görüşlər artıb. Hər halda canlı görüşlər, sənət adamlarını dəvət edib, uşaqlarla onların ünsiyyətini yaratmaq, onları dinləmək o çox vacibdir. Bu məncə kitaba, dəftərə, nə bilim, şeirə münasibəti artırar. Məni bir dəfə Space televiziyası çağırmışdı qonaq və canlı bir veriliş gedirdi. Sonra bir 50-yə yaxın uşaq vardı, gənclər də. Gördüm suallar verirlər. Suallara baxdım ki, bunları uşaqların, gənclərin özlərindən çox, yəni böyüklərin suallarıdır. Müəllimlər orada hazırlayıblar bunlar üçün. Və axırda düzü belə istədim, biraz havanı dəyişim. Dedim, verilişdə canlı olduğuna görə kəsə bilməzlər. Dedim, indi mənim sizə bir sualım var. Məni maraqlandırır, burada 50 nəfərsiz. Sizin hansınız son vaxtlarda hansı kitabı oxudunuz Azərbaycan ədəbiyyatından? Belə o bir-birinin üzünə baxır, o belə, bu belə. Başladım adları çəkməyə, hətta deyək ki, bizim Mirzə İbrahimov, İsmail Şılı, İsamuğanla gəldi üzv tərəf, o tərəfə yeni nəsillər, Elçin, Anar falan, Fərman Kərimzadə. Gördüm ki, səsi çıxmır heç kimin. Sonra indi mənə xatır bir dedi, biz üçün filan kitabı bayaq çəkdim, çünki bu adı çox o vaxt geniş hallanırdı, ömür kitabını oxumuşuqlar. Bir dedi, biz xarici ədəbiyyatı oxuyuruq. Dedim, yaxşı, xarici ədəbiyyatdan nə oxumusunuz? Məlum olduğunda da heç nə oxumayıblar. Məsələn, bir filmə baxıb öyle bilir ki, elə odur. Neyse, dedim, bilirsiniz nə var? Siz çoğul həyat yaşayırsınız, zirzəmidə. Dünyadan xəbəriniz yoxdur. Gəncsiniz, siz çıxın üzrə, görün sizin millətiniz nə vəziyyətdədir. Onda indi müharibənin ağır vaxtı idi də, ondan əvvəl. Baxın, görün bizim nə dərdlərimiz var, necə olmalıdır. Ona görə yəni, bu şəkildə yaşamaq olmaz. Ədəbiyyatdan xəbərsiz, şeir bilməyən, ədəbiyyatda kitab oxumayan bir uşaq nə olacaq? Robot kimi böyüyəcək ya da bir vampir olacaq da, başqa nə olacaq? Yaddaşı yox, keçmişdən xəbərsiz, özündən xəbərsiz, gedib başqasının qulu olacaq onda. Başqa düşüncənin qulu olacaq. O kitabsız və öz millətinə sevgini nə ilə oyatmaq olar? Əlbəttə kitabla, başqa yolu yoxdur. Bu qədər. Ona görə də sizə çox belə minnətdaram. Uşaqlarımın talihi sizdən asılıdır və arzu edirəm ki, hər şey yəni sizin və bizim istədiyimiz kimi olsun. oldu Sabir müəllim, təşəkkür edirik. Deyə biləcəyiniz sonuncu şeir var? Necə? Şeiriniz var demək istədiyiniz? Şeir axşamına çevirdik. Yox, yəni Maraqladınız, yəni bir şey tapdınız da yəqin. yox, belə axtarıb yox, hər hansı bir şeir oxumaq istəyirəm, oxumaq olar. Amma şeydir də, bu hər auditoriyanın öz şeiri var da, yəni baxır necə. Amma indi burada əslində gənc insanlardır, ona görə də mən Sevgi şeiri falan da maraqlı. yaxşı. Hı hı. Ömür sən də günəş kimi çıxıb gəlirsən. Tənhalıq, yorğunluq, payız qüssəsi, sən də qaranlığı boğub gəlirsən. Al bütün nəyim var, səndən qorumam. Kəs, doğra, yaranın birin sarımam. Min arx bağlasalar, içib yarımam. Sən nur içirənsən, yağıb gəlirsən. Deşib damarımda dolaşır qanın, yerin cənnətində ruh tapır canım.
odumsan, həm də ki od qoruyanım. Bütün vücudumdan axıb gəlirsən. Bəlkə söylədiyim günah göndərib, bəlkə də çəkdiyim bir ah göndərib, məni yaşatmağa Allah göndərib, alın yazımıza baxıb gəlirsən. O qönçə dodağın tamı mənimdir. Ölüm şərbətsə camı mənimdir. Pərvanəm yandıqca şamı mənimdir. Şamı, pərvanəni yaxıb gəlirsən. Bu qədər. Təşəkkür edirik Sabir müəllim. Minnətdarıq qoşulduğunuz Mən üçün. də təşəkkür edirəm hamınıza. Sağ olun. Teşekkür Oldu. ederim. Təşəkkür